Salam, bugün biz Novruz səmərəsini necə düzəltməyin yollarını öyrənəcəyik. Bunun üçün bizə nə lazımdır? İlk öncə ona baxaq. Deməli, bizim mərcimiz var, qəşəng. Sonra tənzif var, onu kəsmək üçün qayçı. Qayçımız işləyir. Sonra bizə qab lazım olacaq. Bizim üçün bir də su lazım olacaq. Deməli, götürürük. Sonra nə edirik? Mərcini qayçı vasitəsilə kəsirik, açırıq və qabımızın içine boşaldırıq ki, müəyyən miqdarda, lazım olan miqdarda və yayırıq. Qabın içi ilə dolu olsun, heç olmasın, yəni ki, suzat tökəndə tamam tutsun. Sonra nə edirik? Sonra suyu bayağı lazımdır, tənzifi götürürük. Qabın üstünü örtürük, lazım miqdarda. Sonra ehmalca qayçı ilə lazım olan miqdarda kəsirik, ta ki bizə lazım olan qədər kəsib qutarına qədər. Sonra tənzifi götürürük, ehmalca suya salırıq, ısladırıq. Sonra ıslanmış tənzifi və tənzifi qabın üstünə ehmalca səririk ki, cücərmə də qəşəng geçsin. Belə. Deməli, artıq cücərməli olan səmərimiz hazırdır. Garantiya veririk.